İltiması dua edənlərimiz var, xəstəsi olan, müşkülü olan, eyni zamanda övlad arzusunda olan ailələrimiz var. Tezliklə əməli salih övladlar olmasından ötəri cəmiyyən iltiması dua edənlərin həll rəva olmasından ötəri salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. İbadət itaətlərimizin, dualarımızın, hazətlərimizin qəbuluna, günahlarımızın bağışlanmasına və Mövlamız İmam Zaman Aleyhisselamın təzəli zuhuruna xatir salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Əzizimiz Hacı Eldayaq qardaşımız başda olmaqla bir qrup zəvvarlarımız Allah evini ziyarəti, ümrə ziyarətinə gedibdilər. Salamatçılıqlarına salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin vel aqibatu lil muttaqin. As-salatu ve selamu ala seyyidina ve nebiyyina ve tabibi kulubuna ve şefi'i zunubuna Ebil Qasim Muhammedin. Ve alihi teyyibin et-tahirin ve la'netullahi ala a'daihim ecma'in minel an ila qiyam yevmiddin. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yassir li emri ve hlul uqdatu min lisani yefqahu qawli. Summa qala Allahul aziz fi kitabihil aziz. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ya eyyuhallazina amanu ati'ullaha ve ati'ur rasul ve la tubtilu a'malakum. Sadaqallahul aliyyul azim. Allahın salamı olsun, aziz, dəyərli, möhtərəm məscidimizin əhli, möminlər cümləmizin üzərinə, bizi eşidən, bizi dinləyən hər bir kəsin üzərinə. Allahdan diləyimiz odur ki, bizləri bağışlamamış bu dünyadan aparmasın. Allah günahlarımızı, əf, dualarımızı müstəcəb qərar versin. Bu dünyada Peyğəmbər, alə Peyğəmbərin ziyarətini, ahirətdə şifaətini bizlərə nəsib eləsin. Bugün cümə günüdür, Seyyidul Əyyamdır, günlərin ağasıdır, ən möhtərəmidir. Mövlamız İmam Zaman Aleyhisselamın günüdür. Allahdan diləyimiz budur ki, o Həzrətin zuhurunu əcil eləsin, bizləri o Həzrətin zuhurunu görən, iştirak eləyən bəndələrdən qərar versin. Əgər ömrümüz vəfa qılmasa, o Həzrətin zuhuruna qədər bir müsəlman olaraqdan, bir mömin olaraqdan üzərimizə düşən vəzifələri dürüst yerinə yetirməyi Allah bizlərə nəsib eləsin. Qeyd etdiyim kimi, bugünkü cümə günüdür. Bildiyimiz kimi, xüsusən ki, bu cümə günləri xüsusi olaraqdan tövsiyələr olunmuşdur. Necə ki, Allahın ayəsi var bu barədə, cümə günü cəm olmaq, ibadətləri cəm şəkildə etmək, cüməyə aid söhbətlər etmək, xutbələr oxumaq. Hətta bunlar, əzizlərim, sanki dinimizin, şəriətimizin xüsusi göstərişlərindən biridir. Xüsusi əməllərindən biridir. Cümə sözü cəm sözündən ki, bildiyimiz kimi cəm məsələsindədir. İbadətlərin, duaların cəm şəkildə olunmasına çox əhəmiyyət verilmişdir həmişə. Eyni zamanda bu tək bizim dinimizə, İslam dininə aid olan bir məsələ deyil. Bütün ilahi dinlərin hər birisində bu tövsiyə olunmuşdur ki, cəm şəklində ibadət etmək, dua etmək. Eyni zamanda mən Quran-ı Şərifin mübarək Peyğəmbərimizin adı ilə bağlı olan Muhammed surəsinin 33-cü ayəsini tilavət etdim başlanğıcda. Allah buyurur ki, Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ya eyyuhallazina amanu. Ey Allaha iman gətirən şəxslər. Ati'ullaha və ati'ur rasul. Allaha itaət edin və onun rəsuluna itaət edin. Və la
tubtilu a'malakum. Əməllərinizi bilə-bilə batil etməyin. Həqiqətən də bu ayənin tərkibində bir çox xəbərdarlıqlar, bir çox mövzularla yanaşı incə məqamlar da vardır. Elə birincisi budur ki, Allah özü buyurur ki, ey iman gətirən şəxslər. Demək, burada Qur'an-ı Şərifdə biz bildiyimiz kimi, əzizlərim, cürbəcür müraciət formaları var Allahın insanlara. Hər formada. Bəzən görürsən ki, ya eyyuhallazina aməni, ey iman gətirən şəxslər deyildiyi kimi, cəm şəklində, ya eyyuhannas, ümumi cəm şəklində. Yəni, burada fərq eləməz, iman gətirsin, gətirməsin, mömin olsun, kafir olsun, fərq eləməz. Bəzi məsələlər var ki, burada bir çox mömin qardaşlarımız əzbərdən bildikləri ayələr var. Ya eyyuhal fasiqun, ey fitnə fəsad törədənlər. Ya eyyuhal kafirun, ey kafirlər, ey münafiqlər. Hər qəbildən olan insanlara, hər dəstədən olan insanlara xüsusi olaraq da müraciət formaları var Quranda. Və xüsusən ki, mən qeyd etdiyim ayədə ki, ya eyyuhallazina amanu, ey iman gətirən şəxslər, o şəxslər ki, iman gətirdilər, burada cəm şəklində fərq eləməz. Namaz qılsın, qılmasın, oruç tutsun, tutmasın. Bu, məqbul, yəni görürük da bu, insanlar var ki, ətrafımızın, elə cəmiyyətimizin demək olar ki, çoxluq təşkil edir da. Allahı inkar etmir, Peyğəmbəri inkar etmir, Qur'anı, dini inkar etmir, amma ibadət də etmir, namaz da qılmır, oruç da tutmur. İman gətirib, amma ibadətində deyil də, belə deyək. Yəni, bunlar Allahı tanıyan olduqlarına görə kafir hökmündə olmazlar, kafir deyirlər bunlar. Sadəcə mömin deyirlər, belə deyək. Hətta bu barədə bir ayə də var, mən xatırlayıram. Buyurur ayədə belə ki, ya eyyuhallazina amanu billahi və rasul. Ey iman gətirənlər, bir də deyir, Allaha iman gətirin və Rəsuluna inanın. Yəni, burada belə incə məqamlara toxundur. Ey iman gətirənlər, Allaha iman gətirin. Yəni, bunun o dərinlik məsələlərinə ki, ona görə ki, bəzi insanlar var ki, dildə desə də, yəni bu çox olubdur, məsələlər məlum məsələdir da. Dildə bəli, etiraf eləyir, heç bir problem yoxdur, küfrə getmir, Allahı inkar eləmir, amma qəlbində zərrə qədər də olsa şübhələr var. Əksəriyyətinin zərrə qədər yox, çox şübhələr var əksəriyyətinin. Və eyni zamanda burada bir incə məqamında biri budur ki, Allaha iman gətirməklə, itaət etməklə yanaşı, Peyğəmbərinə itaət etməyə Allah istəyir insanlardan, iman gətirən insanlardan. Çünki biz bilirik ki, məşhur ayədir, Qur'an-ı Şərifin Nəzm surəsinin əvvəllərindədir. Allah Teala buyurur ki, ey insanlar, bu Peyğəmbər sizə öz həvai nəfsindən bir söz deməz. Nə deyilirsə, yalnız ona vəhy olunanı deyər. Yəni, Peyğəmbər insanlardan nə deyirsə, nə tələb edirsə, nə istəyirsə, bunların hamısı birbaşa olaraqdan Allahın tələbidir, Allahın sözüdür. Ona görə də Allaha itaət etməklə, iman gətirməklə yanaşı, Peyğəmbərə itaət etmək yanaşı göstərilir. Hətta bu mövzuda başqa ayələrə də mən bir ipucu vermək istəyirəm. Ayələr var ki, misal üçün, İsra surəsindədir. İsra surəsinin 23-cü ayəsidir. Allaha itaət etməklə yanaşı valideynin ehtiramını gözləməyi tələb edir. Hətta orada ayənin biraz qrammatik baxımından yanaşsan, görərsən ki, sanki Allaha itaət etməklə valideynə itaət etmək eyni dərəcədə göstərir insana. Bu formada ayələr var. Və yaxud başqa bir ayə xatırlayıram. Ənfal surəsinin 27-ci ayəsidir. Ey insanlar, Allaha xəyanət etməyin, Peyğəmbərə xəyanət etməyin və əmanətlərə xəyanət etməyin. Yəni, o imanla yanaşı, bir inancla yanaşı bir iman məsələsi, belə deyək. İnancla yanaşı bir əqidə məsələsi, bir səmimi olaraqdan yanaşma məsələsi toxundu bu məsələlərdə ki, xüsusən də
Allah rəhmət eləsin dünyasını dəyişən alimlərimizə. Ustadlardan biri, mən o uşaq vaxtlarındakı az miqdardakı onun Quran dərslərində iştirak elədim, Həsən əmi var idi. Həmişə bir sözü çox işlədərdi bizə. Deyərdi ki, övladlarım, yadınızda saxlayın. Allah da, Peyğəmbər də, Quran da, valideyn də, ağsaqqal da, müəllim də, hamısının məqsədi eynidir. Hamısının məqsədi eynidir. Ortaq məxrəsdədir hamısı. Hamısı istəyir ki, insan insanlığını qoysun ortalığa. İnsan insan olduğunu göstərsin, sübut eləsin. Misal üçün, ayələr var. Bunu mən hansısa kiminsə adamın və yaxud dilindən, Peyğəmbərin dilindən demirəm mən. Hətta bəzən belə sərt ayələr olanda çalışırsan ki, kimsə bir söz deməsin deyə ayədən stat gətirmək lazımdır. Ayə neçə yerdə var? Quran-ı Şərifdə mən elə xatırlayıram, Ərəb surəsində var, Furqan surəsində var, hələ başqa bir neçə yerdə də var. Nəyin insanlar var ki, zahirən insan görkəmindədir, amma buyurur ki, nəyin ki, heyvan ondan da aşağı dərəcələrə gedənlər var. Bunların hamısı nə ilə ölçülər? Əməllə ölçülər. Allah da insandan yalnız əməl istəyir. Yalnız və yalnız əməl istəyir. Əməl də təbii ki, Allaha inancla yanaşı olmalıdır. İnancla yanaşı olmayan əməldən bir fayda olmaz. Bax, buna bir diqqət yetirmək lazımdır. Misal üçün, ən böyük məsələlərdən biri, bizim elə dinimizdə də bu var, ən mühüm məsələlərdəndir, adətimizdə də, örfümüzdə də, genimizdə də, hamısında bu məsələlər var. Böyüklərə hörmət. Təbii ki, birinci böyük Allah, Peyğəmbər və sonra valideyn başda olmaqla böyüklərə hörmət. Eyni zamanda belə görsən, bəzi mövzulardan söhbət edəndə cürbəcür məsələlər insanın yadına düşür. Xüsusən də ki, günümüzdə bu sosial şəbəkələrin belə geniş yayılmasında, hər əlində bir telefon, bir kompüter, görürsən, kimin ağlına nə gəldi, yazır, paylaşır. O söz var, cəmiyyət arasında deyirlər ki, kimdə nə yoxdursa ondan çox danışır, nə yoxdursa ondan danışmağa çalışır. Xüsusən də ki, bu inanc məsələlərində, din, şəriət məsələlərində inandırıram mən sizə, bəlkə də bunu məndən də çox siz təcrübə edənlərimiz var. Mən çox bunda diqqət yetirmişəm. Dindən, şəriətdən, namazdan, Qurandan, Allahdan danışanların 90% heç nə Quran oxuya bilir, nə namaz qılır, nə oruç tutur. Çünki bunların hamısı inancının zəif olmasından, inancın nə olduğunu bilməməsindən, imanın nə olduğunu bilməməsindən irəli gəlir. Bax, məsələ buna bağlıdır. Misal üçün, insanlar var cəmiyyətimizdə, bəlkə də tanıyırıq da, ətrafımızda da var bəlkə də. Gözəl əməl salihdir, gözəl əməlləri, gözəl hərəkətləri, çox belə yüksək səviyyədə. Amma nə oruç tutur, nə namaz qılır. Və yaxud əksinə var. Oruç tutan, namaz qılan, Quran oxuyan, belə ibadət əhli olan insanlarımız var ki, baxırsan, yalanından, qeybətindən, söyüşündən çəkinmir geri. İnsan lazımdır ki, gərək bunları cəm şəklində özündə cəmləşdirsin. Çünki mən bu mövzuya bütün həmişə, harada olsa, məsciddəki xütbələrdə, məclislərdə, harada nə söhbət olsa, həmişə mən bu mövzuya toxunmağa çalışıram. İnsan iki ünsürdən ibarətdir. Bir maddi, bir də mənəvi. Və bu dediyim məsələlərin əksəriyyəti bu inancla, imanla bağlı olan məsələlərin hamısını demirəm, 90%-dən artığı mənəvi tərəfə bağlıdır, əzizlərim. Mənəvi tərəfə bağlıdır. Allah nə istəyir insandan? Bax, elə həman o dediyim insanlara bir cavab olaraqdan tutaq ki, bir yerində söhbət edirik. Telefonda, internetdə nəsə qarşılaşmışıq. Nə istəyir Allah bizdən? Bir dənə ona diqqət yetirirsən, əzizim. Yaxşı, Quran oxumursan, namaz qılmırsan, oruç tutmursan, özündən ancaq İslamdan, dindən danışırsan. İndi sən bir dinin mahiyyətinə var gör, Allah nədir? Allah nə istəyir insandan? Allah İslamdan nə istəyirsə, hamısını insan özü başda olmaqla fərq eləməz, ailəsi üçün, ətrafdakı cəmiyyət üçün, qonşular üçün, qohumlar üçün, bəşəriyyət üçün ancaq və ancaq gözəl işlər istəyir Allah insandan. Sən bir belə Allahın, Peyğəmbərin, Quranın əleyhinə ziddinə gedirsən,
Biz sübutunu qoy ortaya ki, bunlar insanı pis yol göstərir, pis yola dəvət eləyir. Bir dənə bir dəlil göstər, deyək ki, hə, burada səhvə yol verilibdir, burada niyə belədir? Çünki bu insanların əksəriyyəti, o mənəvi tərəfi, o bəzən görürsən elə ayədə də var bu barədə. Çox cəmiyyət arasında bu söhbət çox şeydir. O qəlbin qəsavət bağlamaq məsələsi. Qəlbin qəsavət bağlamaq məsələsi var. Elə bir dərəcədə qəlb qəsavət bağlayıbdır ki, günahla, şərabla, qumarla, haramla elə dərəcədə qəsavət bağlayıbdır ki, artıq onun mümkün deyil. Orada ayə düşür yadıma, həman ayə deyir ki, nəinki heyvanla, ondan da aşağı dərəcələr. Amma bu biri tərəfə baxan insan, bu biri tərəflə mənəvi tərəfi başa düşən, mənəvi tərəflə inancla, imanla, əqidə ilə, ağılla, şuurla yanaşan insan, xoş o şəxsin halına Allah dəfələrlə Quranda həmən şəxsləri tərif etmişdir. Tərif etmişdir. Fəkânə qobseyni avədnâh. Allaha 2 yay məsafəsi qədər yaxınlaşmaq məsələsi. Yəni, əuzubillah, Allah məkan demək olmaz ki, filan yerdə də ora bu qədər yaxınlaşdı. Mənəvi bir məsələdir bu. Məcazi mənada, mənən insanın ucalması, yüksəlməyə, Allaha yaxınlaşma məsələsi. Və xüsusən də ki, bütün bu müsbət xüsusiyyətlər ki, Allah insandan istəyir, din istəyir, Peyğəmbər istəyir, böyüklər istəyir, bunların hamısının ən başda gələni, ən mühüm məsələsi əxlaq və hörmətlə bağlıdır. Əxlaq və hörmətə bağlıdır. Özünün davranış qaydaları, davranışını göstəriciləri və yaxud özündən böyüklərə fərq eləməz. Valideyn olsun, əmi dayı olsun, kim olur olsun, heç tanımadığı bir insan olsun. Cəmiyyətdə, avtobusda, işdə, yolda, harda olur olsun, özündən böyüklərə münasibət göstərməyi, onların ehtiramını saxlamağı. Ən başda gələn məsələlərdən biri də məhz budur. Peyğəmbərimizin bir kəlamını xatırlayıram. Peyğəmbərimiz orada hədisdə belə keçir, 3 dəfə buyurur ki, vay olsun o şəxsin halına, vay olsun o şəxsin halına, vay olsun o şəxsin halına ki, valideynləri yanındadır, amma o cənnəti qazanmayıb. Gör, nə deməkdir bu? Bu, həmən ayə ilə eynidir da, əksəriyyətimiz əzbərdən bilib bu. Şu İsra surəsinin 23-cü ayəsi. Eynidir da, Allah buyurur ki, valideynlər biri və yaxud hər ikisi yanında yaşlansalar da, müəyyən əziyyətlər versələr də, onlara qarşı uf demə. Peyğəmbər də deyir, vay olsun o şəxsin halına ki, valideynləri yanında yaşlanıbdır, yanındadır, amma cənnəti qazana bilməyibdir. Bunların hamısı nədən ötürüdür? İnsanın bu dünyada, nəinki bu dünyada, nəinki ahirətdə, cəm şəklində fərq eləməz. Allah insandan istədiyi bulardır, başqa heç nə istəməz. İnsan insanlığını qoysun ortalığa. Ustadlarımızdan Allah ömrünə, elminə bərəkət versin. Axund Azərin həmişə belə bir sözü vardı. Çox işlədərdi bu sözü. Deyərdi ki, biz onu bilməliyik ki, Allahın haram, günah, qadağan etdiyi məsələlərin heç biri insana xas olan xüsusiyyətlər deyil, əzizlərim. Sadəcə biz nəfsimizə qul olaraqdan, o şeytani istəklərimizə qul olaraqdan Allahın o bizə xas olmayan xüsusiyyətlərini öz həyatımızda tətbiq edirik. Bax, məsələ bundadır. 1000 ildir, 1400 ildir, Peyğəmbər, hətta nəinki 1400 ildir, daha qədimdən heç bilinmir dünyanın yaşı, Adəmin yaşın, tarixini kim deyə bilər, bilinmir. Gəlib gedən bütün böyüklər, bütün Peyğəmbərlər, bütün alimlər, Allah dostları, ağsaqqallar, böyüklər, hamısı məqsədi eyni olubdur. İnsan insanlığını qoysun ortalığa göstərsin, vəssalam. Təsdiq eləsin ki, mən insanam. Misal üçün, bununla cürbəcür izahlarla buna getmək olar. Mən bunlarla çox baş aparmaq istəmirəm. Qaydırım söhbətdə əvvəlində mən toxundum məsələ ki, Allah buyurur ki, ey iman gətirən insanlar, Allaha itaət edin və onun rəsuluna itaət edin. Yəni, Allaha itaət etməklə rəsuluna itaət etmək, bərabər tutulmaq məsələsində
Mən toxundum həmən məsələyə, Nəcm surəsindədir. Peyğəmbər insanlara öz həvai nəfsindən bir söz deməz. Yalnız Allah tərəfindən ona vəhy olunan Allahın sözünü deyər. Və sonra baxırıq, Allah nə istəyir insandan? Peyğəmbər nə istəyir insandan? Misal üçün, mən burada xatırlayıram, bax, əksəriyyətimiz çox ayələrdən məlumatımız olan insanlar var ətrafımızda, mən görürəm da. Qur'an-ı Şərifin ta başlanğıcından, birinci ayət oxundan mən, birinci ayət. Bəqərə surəsindən, indi Fatihə surəsi başlanğıc birinci səhvə öz yerində. O 7 ayədən sonra Bəqərə surəsinə gələndə nə deyir Allah? Euzubillahimineşşeytanirracim, Bismillahirrahmanirrahim, Alif, Lam, Mim. Bu öz yerində. Zəlikəl kitabu la raybə fihi hudan lil muttaqin. Bu kitab müttəqilərə, yəni pəhrizkarlara, Allahdan çəkinən insanlara, Allahın əmrinə itaat edən insanlara doğru yolu göstərmək üçün göndərilmiş bir kitabdır. Ardınca oxumuram, orada ayələr var, o müttəqilərin xüsusiyyətləri filanlar, o 5 ayədə göstərilir, onlarla işim yoxdur, toxunmuram onlara. Başqa ayələrlə, yəni bunları hamımız əzbərdən bilirik hətta, ona görə. Misal üçün, Bəqərə surəsi 42, 43, 45 bu ayələrdən bir balaca toxunmaq istəyirəm. Allah nə buyurur? Euzubillahimineşşeytanirracim. Və la təlbisul haqqa bil batil. Və təqtumul haqqa və antum ta'lamun. Allah buyurur ki, haqqı bilə-bilə ona, batil də onu geyindirməyin. Haqqı bilə-bilə ona, batil də onu geyindirməyin. Və aqimus salata və atuz zəkavta və rka'u ma'ar raqain. Namaz qılın, zəkat verin, ruku edənlərlə bir yerdə ruku edin. 45-ci ayəyə baxıram. Vəstəinu bis-sabr vəs-salah və innəhə laqabiratun alal xaşiin. Sadaqallahu l-azim. Ey insanlar, burada səbr göstərilibdir. Bütün təfsirlərdə hamısında burada oruç nəzərdə tutulur. Səbr və oruçdan köməkdir. Yəni səbr və oruç, namaz və oruç. Oruç tutmaqla, namaz qılmaqla, səbr, fərq gəlməz, səbr də keçir burada. Səbr etməklə Allahdan kömək diləyin. Kömək diləmək və namaz itaatkarlardan başqasına ağır görünər. Bax, məsələnin birincəliyi buradadır. Oruç tutmaq, namaz qılmaq, səbr etmək və s. ibadət, itaat nəzərdə tutulur. Yəni, əzizlərim, ümumiyyətcə, İnsan gərək bilməlidir ki, namaz deyəndə bütün ibadətlər nəzərdə tutulmalıdır. Fərq eləməz ki, mən əyilim, qalxım, rukum, səcdəm, namazla məşğul olum, Allah bunu istəyir, xeyr. Təbii ki, dinin sütunu namazdır, imanın sütunu namazdır. Namaz başda olmaqla bütün gözəl əməllər, bütün işlər hamısı nəzərdə tutulur həmişə bu məsələlərdə. İnsanın namaz qıl deyəndə, zəkat ver deyəndə, oruç tut deyəndə, yəni, bir neçəsinin adı çəkilməkdə cəm şəkildə həmişə bunlar nəzərdə tutulur. Bu da Quranda belə terminlər var, çoxdur. İndi orada necə bir incə məqama toxunur? İman gətirənlərdən başqa, ibadət edənlərdən başqalarına bu iş ağır görünər. Bu iş ağır görünər. Misal üçün, ağır görünənlərin bir misalı mən çəkim. Ətrafında da ərkin çatan bir adama deyirsən ki, niyə namaz qılmırsan, niyə oruç tutmursan? Başlayır cürbəcür əfsanələr danışmağa sənin üçün. Qorxuram gücüm çatmaya, qorxuram axıra çatdıra bilməyəm. Bu elə bir şey deyil ki, bunu sən axıra çatdıra bilməyəsən. Ən uzun namaz 4-5 dəqiqə çatan bir şeydir da. Sən, nədir ki, bunu sən axıra çatdıra bilməyəsən? Nə bilim, qorxuram, indi təsəvvür elə. Deyir, qorxuram günah işlərə gedəm, namazımı xələl gətirəm. O qədər belə uydurma əfsanə sözlərdən insanın cavab verənlər var ki, həqiqətən də özlərin gülünc vəziyyətə qoyduqlarının xəbərləri yoxdur. Bax, məsələ bundadır ki, elə bilirlər ki, düz eləyirlər. Güya bunlar namaza hörmət eləyirlər. Ona görə namaz qılmırlar ki, mən günah eləyərəm, yalan danışaram, söyüş söyərəm, namaza xələl gətirmiş olaram. Bax, o qəlbin qəsabət bağlaması burada da özünü göstərir və s. və s.
zahirən içindəki şeytanın çöldəki şeytanın vəsvəsəsi ilə öz içindəki şeytan onu vəsvəsə edir. Hamısı bir yerdə, hələ bir şeytan da əlavə olunur oraya. Minəl cinnəti və nas. O dediyimiz, bildiyimiz iblis şeytan vəsvəsə edir bir yandan, vəsvəsəni salır ürəyinə, qəlbinə, orada şübhə yaranır bir yandan, ətrafındakı insanlardan ibarət olan şeytanlar da, o iki ayaqlı şeytanlardan da başlayırlar buna dəstək verməyə. Dünən etən sən filan işlə məşğul oldun, dünən etən qumar oynuyordun, şərab içirdin, böyünlər, namazı xarab eləmə, namazdan uzaqlaş. Güya buna doğru yol göstərirlər ki, namaza hörmət eləyirlər güya. Bunların hamısı insanın qəlbinin qəsavət bağlamağındandır. Qəlbin qəsavət bağlamağının səbəbləri də məlumdur, onu aradan aparmaq da məlumdur. İndi toxunacam həman məsələyə. Bunların hamısı insanın əqidəsinə, əxlaqına, imanına, inancına, mənəvi tərəfə bağlı olan məsələlərdir, əzizlərim. Misal üçün, mən xatırlayıram Peyğəmbərimizin bir kəlamını. Ağa Rasullahdan belə bir kəlam var ki, Allah rəhmət eləsin, Şeyx Abbas Qumi Zubdatul Əhadis adlı kitabında, kitabın ta əvvəl səhvələrində, özü də yadımdadır, o kitab mənim əlimdə var idi. Müqəddiməsində yazır bunu, hədislər toplusunda yox, tam müqəddimədə hədis haqqında. Yazır ki, Peyğəmbərimiz buyurdu ki, Suda'an ka suda'in nuhas fəcluha. İnsanın qəlbi dəmir kimi pas bağlayar. Ondan sonra buyurdu fəcluha. Cilalayın qəlbinizi. Orada fikir verir, demədi, o pası təmizləyin, aradan aparın, dedi, cilalayın. Onu təmizləyəndə o dəmiri paslanıbdır, üstünə bir nöqtə düşüb paslanıbdır, onu biraz müəyyən alətlərlə o pası aradan apara bilərsən, orada müəyyən ləkələr, nöqtələr qala bilər. Amma cilalayanda par-par parıldayar o. Orada bir nöqtə də olsun ləkə qalmaz. Və cilalayın deyəndən sonra Peyğəmbər davam elədi. Nə ilə cilalayaq? Bil istiğfar, Allahdan bağışlamaq dilənməklə və tilavətil Qur'an, Qur'an oxumaqla və sma'ul Qur'an, Qur'an dinləməklə və zikru, zikr etməklə və s. və s. Yəni, ibadətləri göstərdi insanlara ki, ibadətlə qəlbinizin pasını aradan aparın, qəlbinizi cilalayın. Eyni zamanda bunların hamısının başında gələn əxlaq məsələlərdir, əzizlərim. Əxlaq məsələləridir. Qeyd etdiyim kimi, valideyn başda olmaqla, valideynə hörmət, qonşuya hörmət, ağsaqqala hörmət, müəllimə hörmət, bunların hamısını cəm şəklində cəmlənən bir məsələdir hamısı. Peyğəmbərimizin bir hədisini də xatırlayıram, eyni həman kitabdan yadıma düşdü, Zubdatul Əhadislədir. Bizim hətta Allah alimlərimizin ömürlərinə, elmlərinə bərəkət versin, gözəl şəkildə tərcümələr edirlər, əllərimizdə də var bu kitablar, maraqlanmaq lazımdır. Elə həman kitab da bizim ölkəmizdə tərcümə olunub, 2 dəfə də çap olunubdur, mən onun məlumatım var o kitabdan, Zubdatul Əhadis, hədislər incisi. Orada bir hədis xatırlayıram Peyğəmbərimizdən. Buyurur Ağa Rasulullah ki, Salasatun la uzra li əhədin fiha. Buyurur Rasulullah ki, 3 məsələ vardır ki, heç vaxtı bəhanə yeri yoxdur. Heç bir kəsə bəhanə yeri yoxdur. Nədir bu, ya Rasulullah? Buyurdu ki, birinci, vəl-ula, əvvəlincisi odur ki, Ədəul əmanəti iləl birri vəl facir. Əmanəti vaxtında sahibinə qaytarasan. Yəni, burada üzrxahlıq yeri yoxdur heç bir insan üçün. Hətta belə bir İmam Cəfər Sadiq əleyhissalamın belə bir kəlamı var. Əmanətin sahibi kim olur olsun, xoşuna gəlməyən adam olsun belə, kafir olsun belə, düşmən olur, kim olur olsun belə. Əmanəti vaxtında sahibinə qaytarmalısan. Əmanətdən danışanda İmam Zeynalabdin əleyhissalamın bir kəlamını xatırlayıram. Ali ibn Hüseyin əleyhissalam buyurur ki, əmanət elə bir hökmüdədir ki, and olsun canım əlində olan Allaha ki, atam Hüseynin qatili
atamı qətlə yetirdiyi qılıncı yanımda əmanət qoysa qaytararam ona. Hətta əzizlərim, bu sözü başqa bir mənbələrdə var. İmam Həsən əleyhissalamdan da var ki, atam Əmir əl-Möminin Əli ibn Əbi Talibin qatili o qılıncı yanımda əmanət qoysa qaytararam onu. Yəni, bu o deməkdir ki, əmanətin nə dərəcədə mühüm olduğunu bizlərə çatdırmaq məsələsidir bu. Qatil gətirib atasının qətlə etdiyi qılıncı verəsidir sənə, heç vaxtı. Amma bu əmanətin nə dərəcədə mühüm olduğunu çatdırmaqdan ötürüdür. İkincisi buyur ki, vəfa'u bil-əhdi lil-birri vəl-facir. Ağa Rasulullah buyur ki, əhdinə vəfa etmək, sözünün üstündə durmaq, dediyi sözü tutmaq. Orada da buyurur ki, lil-birri vəl-facir. İstəyir söz verdiyin adam, yaxşı adam olsun, istəyir pis adam olsun, fərq eləməz. Və üçüncü buyurur ki, və bərril valideyni. Valideynin ehtiramını gözləmək. Həqiqətən də çox təsir edici bir məsələdir. Burada hətta Peyğəmbərimiz orada buyurur həmən kəlmədəki bərrayni qanə av facirəyni. İstəyir valideyn yaxşı olsun, istəyir yaxşı olmasın. Dilim gəlmədi pis deyəm, pis demək olmaz. İstəyir yaxşı olsun, istəyir yaxşı olmasın. Hətta bizim əqidəmizdə, inancımızda, Peyğəmbərimizin, imamlarımızın kəlamlarının hamısında göstərilir ki, valideyn hətta kafir olsa belə ehtiramı mütləq şəkildədir, insanın boynundadır. Və s. və s. Bunların hamısı insana xas olan xüsusiyyətlərdir. Fərq eləməz. İbadət başda olmaqla, əxlaq, əməl, davranış, gözəl söz və s. və s. Bunların hamısı insanlar üçün hesablanmışdır, əzizlərim. İnsandan başqa məxluqlara aid deyil bu məsələlər. Əsas məsələ də odur ki, insan öz öhdəsinə düşəni yerinə yetirsin. Biraz görürsən, bizim bir 2-3 dənə kəndin arasında bir el misalına çevrilibdir bu, biz tərəflərdə. Bir nəfər kişi var idi, 10 gün bir yerdə dayansan, sən danışıb ondan söz soruşmasan, bir söz deməsən, o danışmazdı. Bir müddət yanında dursa, bəlkə deyə bilərdin ki, bəlkə də bu adam danışa bilmir. Bir dəstə uşaqlar yığılmışmışlar, bir yerə söhbət edilmişlər, görür ki, Seyid Həsən əmimiz oğlu var. Deyib, baxdım ki, gördüm Seyid Həsən çox fikrə gedibdi. Dedim, Seyidcan, sənə qurban, nə bəs fikrə getmirsən? Dedim, mən bayaqdan onu fikirləşsəm ki, görəm bu insanlar hamısı Əsəd əmi kimi olsaydı nə olardı? Yəni, danışmasaydı deyəndə danışır o adam. Lazım olanda danışır, lazım olmayanda danışmır. Həqiqətən mən o adam, yəni tanıdığım adamdır da. Sən danışdırmasan, söz soruşmasan, bir mövzu qoymasan, danışmaz heç vaxtı. Məhz insanın da məsələsini bunu bənzətlər, bu formada gəlməli ki, insan həqiqətən də öz öhdəsinə düşən məsələləri. Hətta mən bilmirəm nə dərəcədə doğrudur, amma bu sosial şəbəkələrdə qarşıma çıxdı bir xeyli bundan əvvəl, yadımdadır. Dünyanın ən məşhur alimlərindəndir da, Einstein, hamı tanıyır bunu. Orada yazmışdılar ki, deyirlər ki, 7 yaşına qədər danışmayıbdır. Bir də baxıbdır ki, hər özü ilə məşğuldur. Bu, oradan özünə yemək alıb götürüb. Yemək yəyəndə birdən anasını çağırıb, deyir ki, duz ver mənə, yemək duzsuzdur. Hamısı qalıb təəccüb, bala, sən danışa bilirdin. Bəs niyə indiyyətən danışmırdın? Deyir, ehtiyac yox idi, onun üçün danışmırdım. Yəni, insan öz öhdəsinə düşəni yerinə yetirə. Fərqi yoxdur, danışmağında da, işləməyində də, hər bir məsələdə, ibadətində də, ədəbində də, əxlaq, hər bir məsələsində insan öz üzərinə düşəni yerinə yetirir, nə gözəl olar. Əmir əl-Mömin əleyhissalama buyurdular ki, ya ey möminlərin əmiri, alim kimdir? Deyəndə əleyhissalam buyurdu ki, hər şeyi öz yerində bilən. Deyir, nadan kimdir? Dedi, cavab verdim də. Yəni, bilməyəndə nadandır. Məhz bu xüsusiyyətlər, əzizlərim, bu 5-3 dənə xüsusiyyət saydıqların başda olmaqla, bütün o müsbət xüsusiyyətlər, dinin, Allahın, şəriətin, ürfün, adətin, ənənənin, böyüklərin, insanlardan istədiyi məsələlərin hamısı yalnız insana aid olan xüsusiyyətlərdir. Amma çox təəssüflər olsun ki, biz insanların əksəriyyətimiz
öhdəmizə düşməyən məsələləri, bizə aid olmayan məsələləri həyatımıza daxil edirik. Bunların hamısı da bu nəfsin əlindən. Hamısı nəfsimizin ucbatındandır. Hamısı nəfsin ucbatındandır. Həmişə deyərlər də, nəfsi nəyə bənzədirlər? Şamın içindəki piltiyə bənzədirlər həmişə. Şam əriyir, amma onu əridən o içindəki piltədir. İçərdən yanır. Nəfs də belədir. İnsanı o qədər harama, günaha sürüklüyür ki, nəfis. İnsan özü də bilmədən əriyir gedir. Tamah, paxıllıq, təkəbbür, dünyaya bağlılıq və s. və s. Bu işlərə o qədər başı qarşı ki, xəbər yoxdur ki, əriyib gedib bunlardan ötəri. Filan kəs filan maşından aldı, mən ondan yaxşısını alım. Filan kəs 2 mərtəbə tikdi, mən 3 mərtəbə tikeyim. Filan kəs mavin getdi, mən gedim, yox, qoy sədr işləyim. Nə bilmə axı, filan kəs filan işi gördü, mən ondan, inanın mənə, mən bunun şahidi olmuşam, gəlib belə qurudum, qaldım yerimdə, gəldi, məzar daşın zaxaz verirdi, oradan qayıtdı ki, usta, o daşın 10 santimetr artıq elə. Bir gördüm yanındakı qardaş deyir, qardaş, bu 10 santimetrəm, neyinirsən bu, nə məsələ deyil, hamısı eyni boyda. Dedi, yox, qoy filan kəsin qəbrindən hündür olsun. Gör, nə dərəcədə insanlar, nə qədər dərəcə nəfslərinə qul olub gedirlər. Onu da olsun, mən bunu şahid olmuşam, mən bu məsələnin. Amma fikirləşmiş ki, filan kəs gündə 50 rükət namazlar, qoy mən biraz 10 rükət də artıq qılım. Filan kəs 3 gündən bir oruç tutur, qoy mən 2 gündən bir oruç tutum. Nə olar bu insanlar bu işlərə meyl eləsələr? Nə olar nəfsin yox, maddiyyatın yox, mənəviyyatın tələbinə uyğun olsalar insanlar? Nə gözəl olar heyl olsa. İnsanın, sizləri çox yormayacağım, bir qısa mövzunu insanlar yekunlaşdırmağa çalışacağım. Bu inanc məsələlərinə bağlıdır bunların hamısı. Misal üçün, həqiqətən də mən bunun şahidi olmuşam. Bəlkə çox, mən deyim xatırlama, hamı bəlkə şahidi olmuşuq. İnsan var ki, qarşısına bir məsələ çıxanda bir anlığa dayanır. Yox da, mənə yaraşmaz. Namaz qılam, oruç tuturam, mənə yaraşmaz, bu sözü deyim, bu işə gedim. Demək, burada bir oyanış var. Demək, burada bir o qəsabətin aradan getməyi bir cilalama meyil var. Lazımdır ki, insan özü hərəkət eləsin də. Bu, böyüklərimiz həmişə belə söz işlərlər. Yəni, bu şəriətdə olan bir termindir. Amma el arasında bunu həmişə belə deyərlər ki, insan fail muxtardır. Fail, feil, hərəkət, muxtar, ixtiyar sahibi. Yəni, insan əməllərində, hərəkətində, yaşayışında 100% demək olmaz heç vaxtdır. İnsan məsələlər var ki, insandan asılı deyil bunlar. Amma insan bəlkə də 90% bəlkə də hələ yuxarıda ola bilər. İxtiyar sahibidir hərəkətində, əməlində, gördüyü işlərdə, hər bir işdə. İnsan özünü elə bir dərəcəyə yüksəldə bilər ki, burada mən söhbətimi yekunlaşdıracağım, Peyğəmbərimizin Həzrət Əli əleyhissalama buyurduğu vəsiyyətlərinin birində. Buyurdu Ağa Rasulullah ki, Ya Ali, təmənnə'u Cəbrailu ən yəkuna min bəni Adəmə bis səbi'ən xəsalə. Burada 7 dənə xüsusiyyət göstərdi. Ey Əli, Əlican, əmoğlu, insanda 7 dənə xüsusiyyət var ki, mələklər, hətta Cəbrail belə təmanna edər ki, keşkə Adəm övladı olaydım, bu xüsusiyyətlərdən məndə olaydı. Əslində bu 7 məsələsi, indi orada göstərir o 7 dənə məsələnin yadıma düşsə deyəcəm onları. Bu, dialektdə belə bir şey var da, 7, 70, 40, yəni bunlar çoxluq mənasını nəzərdə tutur da, ona görə bunlar belə deyilir. Amma o 7 dənə məsələdə nə göstərir? Həqiqətən də baxırsan, çox sadə bir əməllərdir. Mən bir sayacağım, hamısı yadımdadır. Gör, nə qədər sadə, o qədər hamının gücü çatası işlərdir bunlar. Amma digər yerini yetirsə daha. Misal üçün, orada ayrıcılıqla buyurur ki, Vəhiyyəs salatu fil cəmaah. Namazı cəmahatla bir yerdə qılmaq. Mən namaz əhli deyir, oruç tutur, namaz qılır. Amma
Bu şəhəri məsələlərdən də biridir da. Ən azından gündə bir dəfə olmasa da, həftədə bir dəfə, nə bilim, nəsə gündənsə bir dəfə can atsın ki, cəmaatla bir yerdə namaz qılmağa. Biz bir yerdə cəmaat namazı qıldıqsa, əzizlərim, burada hətta İmam Cəfər Sadiq Əleyhisselamın bir kəlamı mənim yadıma düşür. O zaman ki, Allah Taala Adəmi yaradanda, o iblislə aralarında Adəmlə o haqq hesablar, söhbətlər oldu ha. Axı orada Allah Taala mələklərə deyir ki, sizin bilmədiyiniz məsələlər var, mən bu insanı, Adəmi yaratmaqda. İmam Sadiq Əleyhisselam buyurur ki, insanlar bir yerə cəm olub, cəm şəklində ibadət edərkən, cəmaat namazı qılarkən bir yerdə, Allah Taala həmən mələklərə baxar, səslənər. Deyər, baxın, mənə deyirdin ki, bu fitnə fəsad törədəsi, qanlar tökəsi, məxluqu nəyə yaratmısan? Gör, necə cəm şəklində bir yerdə ibadət edirlər. Və həman Peyğəmbərimizin kəlamında göstərilən ki, mələklər qibtə eləyərlər dediyi məsələlərdən biri də məhz cəmaat namazına iştirak etməkdir. İkinci məsələyə baxıram. Buyur ki, vəssulhu beynəl isnəyni. İki şəxs arasında sulh yaratmaq. Yəni, loru dildə desək, küsürləri barışdırmaq. Son da, asan məsələdir də, bunu hamının gücü satar buna. Və iyadətul məriz, xəstələrin görüşünə getmək, baş çəkmək. Və müxalisatül üləmai, alimlərin söhbətlərində iştirak eləmək. Və təşri cənazə, cənazənin dəfninə getmək. Orada belə bir kəlam buyurur Rasulullah. Şeyx Abbas Qumi yazır ki, Peyğəmbər Kəbənin ətrafında əyləşmişdi, hac mövsümü idi. Orada bir xüsusi vurğuladı ki, hacılara su vermək. Əslində bu ümumiyyətcə susuz insana su vermək nəzərdə tutulur. Düzdür, orada hacılara su vermək keçir həman hədisdə. Və saqau ma fil hac. Amma ümumiyyətcə susuz insana su vermək nəzərdə tutulur. Xəstələrin görüşünə getmək. Nə qədər asan məsələlərdir. Cənazənin dəfnində iştirak eləmək. Hamının gücü çatası məsələlərdir ki, orada buyurur ustad ki, bax bu məsələlər insan ibadətlə, itaətlə, Allahın buyurduqlarıyla məşğul olduqca, Allah Taala mələklərə baxıb, mələklərə səslənib fəxr edir insanla. Fərqi yoxdur, hansısa bir ibadət olur olsun. Hətta belə bir kəlam var. Peyğəmbərimiz buyurmuşdur ki, dillə yerini yetirilən ibadətdən üstün bir ibadət tanımadığım kimi, dillə yerini yetirilən günahdan da ağır bir günah tanımıram. Adi bir xoş söz, bir gözəl söz, bir məsləhətli, xeyri sözün özü belə bir ibadət hökmüdədir. Yəni, bəzən olur ki, var da bizim cəmiyyətdə bu məsələlər. İbadət deyiləndə əksəriyyət insanın yadına elə oruç, namaz filan bunlar düşür da. Amma insan gərək bütün əzaları ilə, varlığı ilə, mənəviyyəti ilə, ruhu ilə gərək ibadət eləsin. Və nə qədər ki, insan ibadət etdikcə, əxlaqın göstərdikcə, valideyni hörmətdən göstərdikcə, qonşulara münasibətin göstərdikcə, qohum-əqrabi ilə münasibətin göstərdikcə, vallahi əzizlərim, Allah mələklər arasında fəxr edir o insanlarla. Heç bizim xəbərimiz yoxdur. Biz müəyyən işlə məşğuluq. Tutaq ki, ibadət deyək. Müəyyən ibadətlə məşğuluq. Biz bilirik ki, bəli, gözəl filan işi görmək gözəl ibadətdir, filan söz danışmaq ibadətdir. Biz bununla məşğuluq. Amma heç onu o tərəfinə baxırıq ki, biz bu işləri yerinə yetirdiksə Allah bizlə fəxr edir. Mələklər arasında. Bax, insan belə bir varlıqdır. İnsan belə bir dəyəri, qiyməti var. Təsəvvür elə. Allah mələklərə baxıb, mələklər arasında insanla fəxr edir. Amma bu, biz unutmamalıyıq ki, o bəzi var da, bu söhbətlər görürsən, bəzi insanlar toxunurlar bu məsələ. Yox, biz kimik ki, biz o Peyğəmbərlərə aiddir, şəhidlər, siddiqlər, o Ənfal surəsində orada göstərir, nemət verilmiş şəxslər. Başlayır saymağa. Düzdür, Peyğəmbər istisnadır. Allahın təyin etdiyi Peyğəmbər başqa məsələdir. Amma hər bir insan kimliyindən asılı olmayaraqdan, hər bir insan əzizlərim, özünü o dərəcəyə qədər yüksəldə bilər ki, Allah onunla fəxr eləsin. Amma bu tərəfi də var da, o dərəcədə alçaldır özünü ki, insan, bayaq dediyim kimi, Ərəf surəsinin 72-ci ayəsindədir. Mənim sözüm deyil, hansısa filan kəsin də sözü deyil, Allahın kəlamıdır. Nəinki heyvan ondan da aşağı dərəcələrə.
İndi təsəvvür et, mələkdən üstün bir mərtəbə, heyvandan aşağı bir dərəcə. Allah Teala insana ixtiyar verib, ağıl verib, şuur verib ki, ey insan, bu iki dərəcəni təyin eləmişəm, bu iki məqamı təyin eləmişəm və sənə də şuur vermişəm, ağıl vermişəm, düşüncə sahibi yaratmışam, özünə bir dərəcə qazan. İnsanın fərq eləməz, ailədə, cəmiyyətdə, məsciddə, məclisdə, avtobusda, işdə, harada olur olsun. Nə məqamı varsa, nə dərəcəsi varsa, özü qazandığıdır, öz əldə etdiyidir onu. Öz məhsuludur. Bizim öhdəmizə düşən yalnız və yalnız onların ardınca getməkdir. O gözəl işlərə, gözəl əməllərin ardınca getməkdir. Və deyən də mən təkrar olsa da, təkrar edirəm bu sözü bir də, təbii ki, bunların hamısı gözəl əxlaq məsələləridir. İmam Cəfər Sadiq əleyhissalamdan buyurdu ki, Hasanul əhsani xuluqul əhsan. Gözəldən də gözəl şey gözəl əxlaqdır. Gözəldən də gözəl, üstün bir şey gözəl əxlaqdır. Allah günahlarımızı bağışlamamış bizlərə bu dünyadan aparmasın. Günahsız insan yoxdur, günahsız məxluq yoxdur. İnsan günah edən bir məxluqdur. Amma yetər ki, insan günahını başa düşüb, etiraf edib, Allaha üz tutab. İmam Zeynal Abidin Aleyhisselamın münacatlarında var, çox eşidirik bu sözü. Buyurur ki, Allahım, mən özümü də yaxşı tanıyıram, səni də yaxşı tanıyıram. Mən nə qədər günah etmiş, günahkar bir bəndə, asi bir bəndə, zəif bir bəndə, günaha batmış bir bəndə olsam da, amma yenə də baxdım ki, səndən başqa qapısına gediləsi başqa birisi yoxdur. Çünki Allah belə Allahdır. Yetər ki, insan biz günahımızı başa düşüb, etiraf edib Allaha üz tutaq. İmam Cəfər Sadiq əleyhissalama bir şəxs yaxınlaşdı, dedi, Yəbnə Rəsulullah, mən böyük günahlar sahibiyəm, görəm mən tövbə eləsəm Allah məni bağışlayar. Orada buyurur ki, imam ağladı, dedi, ey filan kəs, Allah gedənin arxasınca həsrətlə baxır, gələn niyə qəbul etməsin ki? Yəni bir insan günaha baş alıb getdikcə, harama qurşandıqca, baş alıb getdikcə, Allah daima onu istəyir ki, o insan qayıtsın, Allaha doğru qayıtsın. Tövbə sözünün mənası nədir? Qayıtmaq deməkdir də. Amma çox təsirlər olsun ki, insanların əksəriyyəti qayıtmırıq. Allah bizi Allaha doğru, günahlarını başa düşüb, peşman olub tövbə edən bəndələrindən qərar versin. Allah bizlərim həm bu dünyamızda, həm axirətimizdə öz qarşısında, o görürsən bəzi insanlar var, biraz fərqli formada dua edirlər, nə bilim, cəmiyyət içində, ailə yanında falan, biraz cəm şəkli eləyər. Amma ən mühüm duanın biri olur ki, Allah öz qarşısında bizə başı ucu olan bəndələrindən qərar versin. Bugünkü Mövlamız İmam Zaman Aleyhisselamın günüdür. Allah o həzzətə xatir, bugünkü gününə xatir, Peyğəmbər ali Peyğəmbərə xatir, o həzzətin zuhurunu təcil eləsin. Bizləri o həzzətin zuhurunda layiqli, dəyərli iştirak edən bəndələrindən qərar versin. Əgər ömrümüz vəfa qılmasa, o həzzətin zuhuruna dünya gözü ilə baxmasaq, dünyamızı dəyişmiş olsaq, Allah dünyamızı dəyişənə qədər öhdəmizə düşən dini, şəri məsələləri layiqli şəkildə yerinə yetirməyə bizlərə nəsib eləsin. Allah şəhidlərimizi Seyyid-i Şühada İmam Hüseyin əleyhissalamla məhşur eləsin. Onların valideynlərinə, övladlarına səbr əyyub inayət eləsin. Allah şəhidlərimizin ruhlarını bizlərə duaçı, şəfaətçi qərar versin. Allah zindanlarda olan məhbusların müşküllərini həll edərək tez bir zamanda azadlığa qovuşmalarını nəsib eləsin. İltiması dua eləyənlərimiz var, xəstəsi olan, müşkülü olan, sıxıntısı olan, Allah cümləsini Peyğəmbər ali Peyğəmbərə xatir həll rəva eləsin. Övlad arzusunda olan ailələrimiz var, tezliklə Allah əməli salih övlad olmalarını nəsib eləsin. Allah bizləri Peyğəmbər ali Peyğəmbərin bu dünyada ziyarətin, axirətdə şifayətin nəsib eləsin. Ömrümüzün sonuna qədər Allaha doğru addım atan, Allaha doğru yeriyən bu yolda Allah bizləri sabit qədəm qərar versin. Qəlbimizdən keçib dilimizə gətirdiyimiz, qəlbimizdən keçib dilimizə gətirmədiyimiz, Allah günahlarımızı, əf dualarımızı müstəcəb qərar versin.
ibadət itaətlərimizin, dualarımızın, hacətlərimizin dərəcəyə qəbuluna, günahlarımızın bağışlanmasına, Mevlamız İmam Zaman Aleyhisselamın təcili zühuruna xatir 3 ucalı salavat eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Allah qəbul etsin. Allah qəbul etsin. Peyğəmbər, ali Peyğəmbərə salavat eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Hacı ol, Allah qəbul edəsin. İmam Zaman Aleyhisselamın təcili zühuruna xatir salavat eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Günahlarımızın bağışlanması, dualarımızın qəbul olunmasına salavat eləyək. Allahümmə salli ala cəmiyyət xəstələri, xüsusən iltimas dua edən xəstələrimiz var. Acil şəfa tapmalarına salavat zikr edək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Zindanlarda olan məhbusların, müşkillərinin həll olunmasına xatir salavat zikr edək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Cəmiyyətimizin bir-birinə rəuf və mehriban olmamızdan ötəri salavat zikr edək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Din-i İslamın qüvvətlənməsinə xatir, din düşmanlarının, dinimizə arz adamların, dil adamların, məhvunabid olmalarına salavat zikr edək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Cəmiyyət məscidləri, xüsusən ibadət etdiyimiz İmam Hasan Aleyhisselam adına olan məscidimiz başda olmaqla cəmiyyət məscidləri əvvəl gündən bu növlərin başlanmasında, torpağın alınmasında, inşa olunub vərsəyə gəlməsində, bərpa işlərində nə qədər malı ilə, pulu ilə, canı ilə, qəlbi ilə xidmət göstərən insanlar olubdur. Hazırda da xidmət göstərənlərimiz var. Seyid Mahir qardaşlarımız, 2 dənə Seyid Mahirlərdir. Gözəl şəkildə təbliğatlardadırlar, xidmət göstərirlər. Onlar başda olmaqla cəmiyyən xidmət göstərənlərin, dünyasını dəyişənlərin ruhlarının şad olmasına xatir, yaşayanların özlərinin, ailələrinin salamatçılığından salavat zikr edək. Allahümmə salli ala Muhammed. Allah var edəsin. Kərbalaya cümə namazının cəmaat namazının bərpa elədi, özünün ailəsinin salamatçılığına xatir. Peyğəmbər ali, Peyğəmbər zamanından salavat zikr. Cümləmiz. Allahümmə salli ala Muhammed.